Ulan var ya size bir şey söyleyeyim mi? Hüseyin yemin ediyorum. Böyle özgür olduğumda Nil'in kenarında tiny house bir piramit yaptıracağım kendime. Orada insanlardan uzak çok güzel yaşayacağım. Ya oğlum hayalleriniz bile piramit ya. Bu piramit nedir kardeşim ya? Saçma sapan bir yapı. Böyle yapı mı olur ya? Oğlum bunun bir kere balkonu yok. Balkon olmayan yapı olmaz ya. Mısır kralı, Mısır'ın güneşi, 3. Ramses'in baş mimarı İmhotep Hazretleri. Salam, hər vaxtınız xeyir əziz tarix sevərlər. Mən sizin tarix müəlliminiz Ramiz Hüseynov. Bugün sizinlə ümumi tarix fənnindən Qədim Misir dövlətinin izahına baxacağıq. Dərsimizə keçməmişdən əvvəl istəyirəm bir nüansı diqqətinizə çatdırım. Dərslərimizə qoşulmaq istəyirsinizsə 077 325 77 77 əlaqə nömrəsindən yaza və yaxud da zəng edə bilərsiniz. Onu da qeyd edeyim ki, dərslərimiz həftədə 2 dəfə, 2 və 5-ci günlər saat 20:00-da keçirilir. 90 dəqiqə olmaqla. Gəlin baxaq mövzumuza. Mövzumuz Qədim Misir dövlətidir. Ümumiyyətlə, uşaqlar, Qədim Misir dövlətindən danışanda biz dövlətin birinci ərazisini qeyd etməliyik. Ümumiyyətlə, belə qeyd edeyim ki, biz həmişə, yəni hər vaxt ümumi tarixdən və yaxud da Azərbaycan tarixindən olsun, dövlətləri öyrənəndə və dövlətlərin yaranma ardıcıllığını bu və ya digər şəkildə öyrənəndə biz ilk öncə nəyi qeyd etməliyik? Xəritəni açıb, müasir dünya xəritəsindən və yaxud da elə dərsliyinizdə həmən dövlətin xəritəsi varsa, həmən dövlətin xəritəsinin coğrafi koordinatlarını və yaxud da coğrafi ərazilərini müəyyən etməlisiniz. Biz də sizinlə qeyd etmişik ki, əzbərə dayalı biliklərimdən istifadə edib qeyd edirəm ki, Misir Afrikanın, baxın, şimal-şərqində yerləşir. Coğrafi tərəf cəhət sistemimi bura qeyd etsəm, bura şimal hissəm olur, bura cənub hissəm, bura şərq, burada qərb hissəm olur da, düzdür. İndi mən avtomatik baxıram ki, şimalımla şimal-şərqimin arası Misirə düşür də, düzdür. Misirə düşdüyünə görə də bura adlanır şimal-şərq bölgəsi. Hansı qitənin? Afrika qitəsinin. Afrika qitəsinin şimal-şərqini biz adlandıracağıq Misir dövləti. Deməli, mən belə qənaətə gəlirəm ki, Misir Afrikanın şimal-şərqində yerləşən qədim sivilizasiyaların beşiyi olan bir dövlətdir. İndi gəlin görək, Qədim Misir dövlətinin ərazisi neçə hissəyə bölünür? Biz coğrafi cəhətdən Qədim Misirin ərazisini iki qrupda qruplaşdırırıq. 1. Şimali Misir, yəni aşağı Misir deyirik buna, Nilin deltasında yerləşir. Bir də Cənubi Misir deyirik, 2. Bu da yuxarı Misir adlanır ki, Nil vadisi boyunca yerləşir. Buradan cənubda isə Nubiya yerləşir. Nubiya. İndi gəlin baxaq. Siz mənə deyə bilərsiniz ki, Şimali Misir, əslində mən belə baxanda, yəni coğrafi cəhətdən buna yanaşsam, aşağımı cənub adlandıraram, yuxarımı da şimal adlandıraram da, düzdür. Necə ki, burada yuxarı hissəmi şimal, aşağı hissəmi cənub adlandırmadım, Afrika qitəsini böləndə. İndi siz mənə sual verə bilərsiniz. Niyə görə Şimali Misir, aşağı Misir, Cənubi Misir, yuxarı Misir adlanır? Bunun səbəbi var, uşaqlar. Biz Misir dövlətinin ərazisini Nil çayının axma funksiyasına, axma istiqamətinə görə müəyyənləşdiririk. Və bunun üçün də Nil çayı cənubdan şimala doğru axan çay olduğu üçün, Misir ərazisindən, yəni aşağıdan yuxarıya doğru axan bir çay olduğu üçün və axıb bu Aralıq dənizinə töküldüyü üçün mən ərazimi aşağısını şimali olaraq, yuxarısını isə Cənubi Misir olaraq müəyyən edirəm. Bu bizim bir faktımız idi. İndi gəlin görək Misir dövlətinin təsərrüfat həyatından biz nələri bilməliyik? Ümumiyyətlə, Qədim Misirin təsərrüfat həyatına biz diqqət yetirsək, Nil çayı ətrafında bitən papirusları müşahidə edə bilərik burada. İndi papirus nədir? Gəlin onun izahına baxaq. Papirus qamış vasitəsidir. Ondan sal və qayıq hazırlayırdılar. Həmçinin evlərinin damını da örtmək üçün istifadə edirdilər. Sonralar bu papirus növündən uşaqlar
yazıda da istifadə etməyə başladılar. Yazıları məhz papiruslar üzərində yazırdılar. Bunu da diqqət yetirməyin, yəni bu da diqqət yetirilməsi bir məqamlardan hansı ki biridir. İkinci mən nəyə baxmalıyam? Suyun çatışmadığı hündürdə yerləşən əkin sahələrini suvarmaq üçün mən şaduf adlanan bir qurğudan istifadə etməliyəm. Yəni tarlalarımız əgər hündürdə yerləşirsə və biz hündürdə yerləşən tarlaları suvarmaq üçün aşağıdan yuxarıya şaduf adlanan qurğu vasitəsilə su verilməsi prosesini təmin edirik. İndi gəlin görək üçüncü bizim təsərrüfat sahəsindən bilməli olduğumuz məqam hansıdır, ona baxaq. Əkin-biçinlə yanaşı maldarlıq, toxuculuq, duluzçuluq və zərgərliklə məşğul olurdular. Bir də diqqət yetiriləsi məqamlardan təsərrüfat həyatında biri də odur ki, uşaqlar, Nil çayı əvvəldən daşqınlara məruz qalırdı və bu daşqınlarda təsərrüfat həyatına ciddi şəkildə ağır zərbələr vururdu. Bu ağır zərbələrin qarşısını almaq üçün qədim Misir sivilizasiyası, qədim Misir xalqı Nil çayı boyunca damba adlanan bəndlər quraşdırırdı ki, su, yəni Nil çayı axan vaxtı su gəlib təsərrüfat həyatına, təsərrüfat sahələrinə ziyan verməsin. Bu damba adlanan bəndlər əvvəlki dövrlərdə qəbul imtahanına və yaxud da suallara bu və ya digər şəkildə salınırdısa, indi artıq belə deyim, heç kitabda da verilməyib, amma öyrənilməsi vacib, labid olan bir məsələlərdən biridir. Qədim Misir dövlətinin vahid dövlətə birləşdirilməsi. Yaranmasından, coğrafi mövqelərindən danışdıq. İndi isə gəlin Qədim Misir dövlətinin biraz da siyasi həyatına, hansı ki, Qədim Misir dövlətində hansı siyasi proseslərin baş verdiyini sizinlə yaxşı şəkildə analiz edək. Gəlin baxaq görək, Qədim Misirin dövlət yaranmamışdan əvvəl hansı tarixi siyasi proseslər gedirdi? Uşaqlar, ilk vaxtlar Nil çayı ətrafında 40-a qədər kiçik dövlət qurumları var idi. Qədim Misir dövləti yaranmamışdan əvvəl. Bu 40-a yaxın kiçik dövlət qurumları öz aralarında tez-tez toqquşmalar baş verirdi bunların. Var idi zəif tayfalar, vardı ondan güclü tayfalar. Bu zəif tayfalar özlərindən güclü tayfaları rəhbər görərək onları tabe olurdular və eyni zamanda güclü tayfalar da özündən zəif tayfaları bir-birinə tabe eləyərək nəhayət gəlirlər eradan əvvəl 4-cü minilliyin ikinci yarısında yuxarı və aşağı Misir padşahlıqlarının yaranmasına səbəb olurlar. Deməli, bu 40-a yaxın kiçik dövlət qurumu gəlir 4-cü minilliyin ikinci yarısında yuxarı və aşağı Misir padşahlıqlarını yaradır və onlar arasında da uzun müddətli bir müharibə baş verir. Bu müharibənin səbəbi nə idi? Əlbəttə ki, Qədim Misir dövlətini vahid dövlətdə birləşdirib bir mərkəzdən idarə etmək. İndi gəlin görək, bu 40-a yaxın kiçik dövlət qurumu yuxarı və aşağı Misir padşahlığını yaradandan sonra Qədim Misir dövlətinin siyasi tarixində hansı dəyişikliklər baş verdi? Bir də ona baxaq. Baxın, 4-cü minilliyin sonları tarixinə qeyd etdiyim bu müharibədə dedik ki, Misir vahid dövlətə birləşdirmə uğrunda mübarizə aparırdılar. Nəticə olaraq nə baş verdi? Əlbəttə ki, yuxarı Misirin padşahı Minanın qalib gəlməsi ilə ölkə vahid halda birləşdirildi və paytaxt şəhərdə mənim Memfis şəhərim oldu. İndi siz deyə bilərsiniz ki, dövləti yaratdıq, paytaxtını müəyyən etdik, bildik ki, yuxarı Misir, aşağı Misiri özünə tabe etdi və bununla da Qədim Misir dövlətinin yaradılmasına şərait yarandı. Yaxşı, indi dövləti yaratdıq. Gəlin də görək, dövləti kim idarə eləyir, bu dövlətə kimlər başçılıq eləyir, dövləti ancaq hökmdar mı idarə eləyir, yoxsa elə hökmdardan başqa da mı burada hansısa yetkili şəxslər var? Gəlin bir də onlara baxaq. Yəni, Qədim Misir dövlətinin idarə etmə sisteminə. Qədim Misir dövlətinin idarə etmə sistemində başda Firon dayanır. Firon kəlməsini biz adətən xalq arasında mənəm deyən şəxslərə fironluq eləmə ifadəsi deyilir. Bunu yəqin ki, hamınız daha yaxşı bilərsiniz. Firon o mənaya gəlir ki, hökmran, hökmdar, hökmranlıq edən şəxs.
Əvvəllər hökmdarın sarayını ifadə eləyirdi bu söz. Yəni bilavasitə hökmdarın yaşadığı evə müraciətdə Firon deyirdilər. Amma sonralar bu artıq hökmdarın özünü ifadə etməyə başladı. Uşaqlar, Firon kim idi? Firon qeyri-məhdud hakimiyyətə malik bir şəxs idi ki, özü qaydalar verirdi, qanunlar müəyyənləşdirirdi, istədiyini eləyirdi, asıb kəsirdi, heç kəs ona söz deyə bilməzdi. Bu və ya digər şəkildə qədim Misirdə söz haqqına sahib olan yüksək zümrələrdən biri idi. Qeyd etdik ki, qeyri-məhdud hakimiyyətə malik idi, bütün hakimiyyət ona məxsusdur. Hə, bir də necə ki, Azərbaycan dövlətində prezident həmçinin həm ordu ali baş komandantsa, eyni zamanda Firon da ordunun ali baş komandanı idi qədim Misir dövlətində. Bu dedik, qanunlar verirdi, qaydalar müəyyənləşdirirdi, Tanrının yer üzərindəki canişini hesab olunurdu və hakimiyyət də irsən, yəni atadan oğula keçirdi. Bəzən Fironun oğlu olmayanda biz Fironun qardaşını bu vəzifəyə təyin edəcəyik sizinlə. Yaxşı, elə mənim ancaq qədim Misirdə bir dənə Fironum mu var? Başqa yoxdurmu qədim Misir dövlətini idarə edən şəxslər? Var əlbəttə ki, biz burada ilkin növbədə Çatini görürük. Kimdir Çati? Ali məmurdur. Fironun xəzinədarlığı və dəftərxana işlərinə rəhbərlik edən şəxsdir. Biz adətən, yəni biz deyəndə Firon adətən bu vəzifəyə öz oğullarından birini təyin edirdi. Və bir də qədim Misir dövlətinin idarə etmə sistemində kahin adlanan dini təbəqə üçün mühüm yer tutan bir anlayış var. Kimdir bu kahinlər? Qədim Misir cəmiyyətində önəmli yer tutan təbəqələrdən biridir. Dini idarələrə rəhbərlik edirdilər. Və eyni zamanda kahinlərin digər funksiyalarından biri də ondan ibarət idi ki, onlar Fironla cəmiyyət arasında sanki Fironun Allah tərəfindən bu cəmiyyətə bəxş edildiyini, Allahın burada, yəni Tanrının yer üzündəki canişini hesab edərək o nöqteyi nəzərdən insanları həmçinin hökmdara, yəni tayfaya, hökmdara da başçılıq etməsinə zəmin yaratmaqdan ibarət idi. Gəlin indi də qədim Misirdə əhalinin sosial təbəqələrini incələyək. Görək qədim Misirdə əhalinin hansı sosial təbəqəsi var idi? Qədim Misirdə ilk yerdə duran məmurlardır. Daha sonra kahinlər, kəndlilər, sənətkar, tacirlər və qullardır. Gəlin indi məmurlara, kahinlərə, kəndlilərə bir baxaq. Görək məmurlar, kahinlər, kəndlilər kimdir? Məmurlar bayaq qeyd etdik, çatidir, kahindir. Bunlar məmurlardır, çatidir, Firondur, bunlar məmurdular. Məmur olunublar ki, dövlət işlərinə rəhbərlik eləyəcəklər və dövlətin xəzinəsinə və eyni zamanda dəftərxana işlərinin səlahiyyətinə başçılıq eləyəcəklər. Yaxşı, gəlin indi görək kahinlər kimdir? Bayaq dedik ki, dini işlərə rəhbərlik eləyən kahinlərdir. Kəndlilər sadə xalqın nümayəndələridir, əkin-biçinlə məşğul olurlar. Bu və ya digər şəkildə dövlət işlərinə qarışmırlar. Sənətkar tacir qrupları da özləri üçün tüccarlıq, tacirlik fəaliyyəti ilə məşğul olurlar. Eyni zamanda sənətkarlar da müxtəlif sənət sahələri, peşələrlə məşğul olurlar. Bizim bu yazıq, bədbaxt bir burada qullarımız var. Bu qullar kim idi? Biraz o barədə danışaq sizlə. Uşaqlar, qullar qədim Misirin işğalçılıq yürüşləri ilə bağlı olaraq həmən işğalçılıq yürüşləri nəticəsində ölkəyə gətirilən əsirlər deməkdir. Bu əsirlərin iqtisadiyyatda heç bir əhəmiyyəti yoxdur. Bu və ya digər şəkildə biz onlara muzd və yaxud da əlavə pul verib gətirib həyatyanı sahəmizdə işlətmirik. Əksinə, onları pulsuz şəkildə istədiyimiz təsərrüfat sahəsində, ağır məbəd təsərrüfatında, bu və ya digər şəkildə məmurların, kahinlərin evlərinin tikilməsində və yaxud da necə deyərlər, ağır məbəd təsərrüfatında kahinlər üçün məhz qullardan istifadə edirdilər. Hətta Misir piramidalarının tikilməsində də məhz qul əməyindən geniş şəkildə istifadə olunmuşdu. İndi gəlin görək, bu Misirə qulların gətirilməsi sadəcə elə Misir dövlətinin yarandığı vaxtdan axı belə ola bilməzdi ki, Misir dövləti var olsun, bu və ya digər şəkildə elə var olan kimi Misirə qullar gətirilmirdi axı.
Bu Misir dövlətinin bir qüdrətli çağı olmalıdır. Və bu qüdrətli çağda da biz hökmdarların işğalçılıq siyasətini, o işğalçılıq yürüşlərini görməliyik ki, bu işğalçılıq yürüşləri nəticəsində qədim Misirə qul axını baş versin. Və biz məbəd təsərrüfatında, ağır işlərdə də bu qul əməyindən rahat şəkildə istifadə edə bilərik. İndi gəlin görək bu qədim Misirin qüdrətli çağı, qüdrətli dövrü hansı minilliyə təsadüf eləyir, onu öyrənək. Biz qədim Misirin qüdrətli çağını eradan əvvəl 2-ci minilliyin ortalarına götürəcəyik və qeyd eləyəcəyik sizdən 3 hökmdarın adını. 1-ci Tutmos, 3-cü Tutmos və 2-ci Ramzes. Hər bir fironun ayrı-ayrılıqda hakimiyyət dövrlərini incələdikdən sonra biz sizinlə qədim Misir dövlətinin tənəzzül dövrünə qədəm qoyacağıq. İndi gəlin baxaq qüdrətli dövrün hökmdarlarına. Görək bu qüdrətli dövrün hökmdarları öz hökmdarlıq dövrlərində hansı fəaliyyətdə məşğul olublar. Firon 1-ci Tutmosun hakimiyyətindən danışaq. Misirin işğalçı yürüşləri Asiya qitəsinə yönəldi. Baxın, ilk əvvəldə mən qeyd etdim. Misir harda yerləşir? Afrika qitəsində. Lakin daha çox tarixi bağlılığı Asiya qitəsi ilə olduğu üçün bugün hətta qədim Misiri də biz Ön Asiya tarixi kimi öyrənirik. Misirin işğalçı yürüşləri Asiya qitəsinə yönəldi. Kimin dövrüdür? Tutmosun dövrüdür. Biz Tutmosun dövründə ilk dəfə Fələstin və Suriya ərazilərinin işğalını görürük. Bura ilk yazıram, diqqət yetirməli olduğunuz məqamlardan biridir. İlk dəfə Fələstin və Suriyanı işğal etdikdən sonra Misir dövlətinin şimal sərhədləri Fərat çayına çatdı. Məhz Tutmosun dövründə. Yəni Fərat çayı hansıdır? İndiki İraq ərazisi. Dəclə və Fərat çayları. Və eyni zamanda Misirin cənubundakı olan Nubiyada ilk dəfə məhz 1-ci Tutmosun dönəmində tabe edildi. İlk dəfə, deməli, Firon 1-ci Tutmosun ilkləri nə oldu? Fələstin Finikiyanı tabe etdi ilk dəfə, bir də Misirin cənubunda Nubiyanı tabe etdi. Bu Tutmosun ilkləridir. Bunu mütləq şəkildə yadda saxlamalısınız. İndi gəlin görək. Tutmosdan sonra bizim hansı hökmdarımız başçılıq etmişdi? Tutmosdan sonra elə 1-ci Tutmosun nəvəsi Firon 3-cü Tutmos hakimiyyətə gəlir. Firon 3-cü Tutmosun hakimiyyəti ilə 1-ci Tutmosun hakimiyyəti arasında bir tarixi bağlılığı var. Yəni o tarixi bağlılığı bir çözək sizinlə əvvəlcə. Görək bu tarixi bağlılıq nədir? Baxın, 1-ci Tutmos vəfat etdikdən sonra Misirin ərazisindən Fələstin Suriya əraziləri çıxmış hesab olunur. Və bu çıxmanı, bu özbaşınalığı düzəltmək üçün Firon 1-ci Tutmos Aralıq dənizinin şərq sahillərinə, yəni Ön Asiyaya yenidən bir yürüş təşkil edir. Fələstin Suriya bu dəfə indi Finikiyanı da tabe edir özünə. Deməli, biz 1-ci Tutmosdan sonra Fələstin Suriya ərazilərinin Misir dövlətinin işğalından çıxdığını müşahidə edirik. 3-cü Tutmosun hakimiyyətindən etibarən isə artıq Aralıq dənizinin şərq sahillərində, yəni Ön Asiya ölkələrində Fələstindir, Suriyadır, yenidən tabe edir Misrə. Bax, burada bir yenidən ifadəmiz var. Bunu mütləq şəkildə diqqətdə saxlayın. İlk dəfə 1-ci Tutmosun dövründədir. İkinci dəfə artıq 3-cü Tutmosun dövründən biz Fələstin, Suriya ərazilərini Misir dövlətinin tabeliyində görürük. Yaxşı, burada bəs Finikiyam da var axı mənim. Finikiya Tutmosun ilkidir. Bax, bunu mütləq şəkildə yadda saxlayın. Vəfatından sonra da biz Misirin Ön Asiyada mövqeyinin zəiflədiyini müşahidə edirik. Misirin Ön Asiyadakı mövqeyi artıq zəifləyəndən sonra biz qeyd etməliyik 2-ci Ramzesin dönəmi. Bu zəifləmədən istifadə edən Afrikadakı tayfalar, uşaqlar qədim Misir dövlətinə qarşı üsyana çağırışdılar. İstədilər ki, qədim Misirin üsyan eləsinlər və qədim Misir dövlətinin tabeliyindən çıxsınlar. Bu üsyanı, Afrikadakı üsyanları 2-ci Ramzes yatırdı. Firon 2-ci Ramzes. Firon 2-ci Ramzes Afrikadakı üsyanları yatırdıqdan sonra Ön Asiyaya yürüş etdi. Yenə Aralıq dənizinin şərq sahili ölkələrinə. Bu zaman yürüş eləyəndə artıq Fələstin, Suriya tabe olunub axı. Bu heç şahlığı var ha.
Anadoluda güclü dövlət qurmuş Het şahlığı. İstəmədi bu ərazisinə yaxınlaşsın. İstəmədi Ön Asiyanın Anadolu hissəsini də fəth eləsin və bu istəmədiyi sürəcə bunlar arasında bir müharibə baş verdi. Biz bunu qeyd edirik Misir-Het müharibəsi. Gəlin indi Misir-Het müharibəsini incələməmişdən əvvəl bir şeydə nüansını da diqqətinizə çatdırım ki, biz Ramzesin hakimiyyətini qeyd edəndə həmçinin paytaxtı Fif şəhərinə köçürdüyünü də qeyd etməliyik. Əvvəllər ilin verirdilər, minilliyini verirdilər. Eradan əvvəl 2-ci minillik qeyd edirdik biz bunu. İndi siz də bu və ya digər şəkildə qeyd edə bilərsiniz. Düşə bilər, düşməyə də bilər. Yəni yadda saxlasınız amma daha yaxşı olar dediyimiz bir məsələlərdəndir. Misir-Het müharibəsinə baxaq. Eradan əvvəl 12-ci əsr götürürük bu tarixini biz Misir-Het müharibəsinin. Firon 2-ci Ramzesin dövründədir qədim Misirdə. Müharibənin səbəbi Suriya uğrunda mübarizədir. Biz bayaq qeyd etdik. Fələstini artıq tabe etmişdi Finikiyanı da. Lakin Suriya mübahisəli mövzuydu Anadolu Het şahlığı ilə Misir dövlətinin arasında. Müharibənin nəticəsində isə uşaqlar heç bir tərəflərdən heç biri qəti qələbə qazana bilmədi. Bu və ya digər şəkildə heç biri qalib olmadı. Və biz qeyd edirik ki, bu qəti qələbə qazana bilməməyin nəticəsində bir sülh müqaviləsi imzalandı. Biz buna tarixdə ilk yazılı sülh müqaviləsi olan Kadeş müqaviləsi deyirik. Bu tarixdə ilk yazılı sülh müqaviləsinin şərtləri nədən ibarət idi? Gəlin onu da sizinlə incələyək. 3 şərti var idi uşaqlar. Fələstin Finikiya Misirin hakimiyyəti altında qaldığı plus qoyuram. Yəni artıq Anadolu dövləti göz yumdu və belə desək qəbul etdi ki, Misir dövləti Fələstin Finikiyanın rəsmi şəkildə işğalını həyata keçirib artıq. İkinci, Suriya iki hissəyə bölünür. Cənubi Suriya Misirdə qalır, Şimali Suriya Hetlərdə qalır. Və tərəflər başqa dövlətlərə qarşı bir-birinə yardım etməlidirlər. Bu önəmli məsələdir. Məsələn, üçüncü bir dövlət əgər Het dövlətinin ərazisinə yürüş eləyəcəksə, qədim Misir dövləti Hetə yardım etməli idi. Misirin ərazisində yürüş olacaqsa əgər, Het hökmdarı Misir hökmdarına yardım etməli idi. Bu üçüncü səbəb nədən qaynaqlanır? Bir onu da deyim. Het hökmdarı 3-cü Hattuşilinin 2-ci Ramzes qızı ilə evlənir və nikah diplomatiyası ilə bunu daha da qüvvətləndirir. Bunu niyə deyirəm? Qəbulda düşməyəcək, amma yəni sizin bunu daha yaxşı başa düşməyiniz üçün deyirəm ki, niyə görə yardım etməli idilər bir-birinə? Çünki ortada bir nikah diplomatiyası var idi. Yəni 3-cü Hattuşilinin qızını 2-ci Ramzes özünə həyat yoldaşı olaraq seçmişdi. Bunu da təbii ki, maraq üçün yox, siyasi məqsədlər üçün istifadə etmişdi. Gələk qədim Misir dövlətinin tənəzzülünə. 2-ci Ramzesin vəfatından sonra biz nəyi müşahidə edirik? Misirin Ön Asiyada mövqeyinin zəiflənməsini. Misirin Ön Asiyada mövqeyi zəifləyəndən sonra artıq eradan əvvəl 1-ci minilliyin əvvəlləri tarixində Misir dövlətinin tənəzzül dövrünə qədəm qoyur. Və bu Misir dövlətinin tənəzzül dövründə biz sizinlə 3 mühüm böyük xronoloji inkişafı izləyəcəyik. Bu xronoloji inkişafdan biri qədim Misir dövlətinin zəifləməsindən istifadə edərək 525-ci ildə Əhəməni hökmdarı 2-ci Kambizin buraya hücumu və Pelusiya vuruşması nəticəsində Əhəməni hökmdarı 2-ci Kambizin qalib gəlməsi, Əhəmənilərin üstünə Pelus qoyuruq və qədim Misri işğal etməsi və Misirin dövlətçiliyinə uşaqlar son qoymasıdır. Yəni qədim Misirin dövlətçiliyinə son qoyan sülalə Əhəmənilər sülaləsi olur. Bunu mütləq şəkildə yadda saxlayarsınız. Və buradan sonra artıq 525-ci ildən sonra 332-ci ildə də Makedoniyalı İskəndər Misiri müqavimətsiz tutur və öz imperiyasına qatır. Artıq Pelusiya döyüşündə Əhəmənilər dövlətçiliyə son qoysalar da sülaləni saxlamışdılar öz-özlüyündə. Məsələn, qədim Misir sülaləsi hələ də hakimiyyətə gələ bilirdi bu və ya digər şəkildə. Sadəcə dövlətçiliyinə son qoyub Əhəmənlərə tabe etmişdilər. Amma artıq Makedoniyalı İskəndərin buraya gəlişi ilə 332-ci ildə artıq qədim Misirdə sülalələrin də hakimiyyətinə son qoyuldu və qədim Misirdə
belə desək, Yunan Ptolemeylər mənşəli Stuali hakimiyyətə gəldi. Və eradan əvvəl 30-cu ildə Misir Romanın əyalətinə çevrildi. Bunu da biz qeyd edirik. Eradan əvvəl 31-ci ildə bir Aktisi vuruşması olur. Oktavian Avqustun dövründə. Biz bunu qədim Romanı keçəndə daha ətraflı şəkildə vurğulayacağıq. Bu Aktisi döyüşü nəticəsində isə Misir eradan əvvəl 30-cu ildə qədim Misir dövlətinin, Roma dövləti qədim Misiri gəlib tutur, işğal eləyir və bununla da artıq Misir dövlətinin tənəzzülü köklü şəkildə həyata keçirilmiş olur. Qədim Misir dövlətinin siyasi həyatı, təsərrüfat həyatı və eləcə də coğrafi həyatı bu qədər. İmtahanlarda bizə düşə bilən bir məqamı da diqqət edeyim sizə. Ki, qədim Misir dövlətinin mədəniyyətidir bu. Qədim Misir dövlətinin mədəniyyətindən bizim bilməli olduğumuz 2 məqam var. Bunlardan biri yazı, bir digəri isə təhsildir, uşaqlar. Qədim Misir dövlətində yazı eradan əvvəl 4-cü minillikdə Misirdə və Şumerdə meydana gəlmişdir. Bunu bilməliyik, yaranmağını mütləq şəkildə bilməliyik ki, 4-cü minilliyə aiddir. İlk yazı şəkli yazı olmuşdur, uşaqlar. Biz şəkli yazıya piktoqramlar deyirik. Piktoqramlar. Sonralar Misirdə işarələri bildirən bir heroqliflər meydana gəldi. Heroqlif yazılar. Bu heroqlif yazının oxunması da 1822-ci ildə fransız alimi Jean Champollion nail olmuşdu ki, bu Misir heroqliflərini oxusun uşaqlar. Bunun da tarifi Fransanın müasir, yeni tarixi ilə əlaqədardır. Çünki biz Fransadan Napoleon Bonaparte hökumətini keçdikdə sizlə qeyd edəcəyik ki, Napoleon Bonaparte 1790-cı ildə Misirə bir ekspedisiya təşkil edir və orada Misirin fransız əskərləri Misirdə səngər qazarkən deməli bir daş tapırlar. Rozet adlanan məntəqədən, Misirin Rozet adlanan məntəqəsindən xüsusi bir daş tapırlar səngər qazan vaxtı və bu daşı baxırlar ki, bu qeyri bir dildə yazılmış olan bir daşdır. Yəni bizim anlaşıla bilməyəcəyimiz bir daşdır. Onu gətirib fransız hökumətinə təqdim edirlər əskərlər təbii ki. Bu gəlir Napoleonun qulağına çatır. Napoleon bunu oxumaq üçün fransız alimlərini təşviq edir bu işə və bu işdə ilk dəfə bu Misir heroqliflərini oxumağa müvəffəq olmuşdu. 1822-ci ildə fransız alimi Jean Champollion. Bu fransız aliminin oxumağı sırf o nöqteyi nəzərdəndir ki, yəni biləsiniz ki, Napoleon Bonaparte hökuməti ilə mütləq şəkildə bağlıdır. Keçəndə daha yaxşı vurğulayacağıq. İkinci diqqət yetirməli olan məqamımız nədir? Təhsildir. Təhsildə kahinlər, məmurlar, ən savadlı insanlar idilər, təhsilli insanlar və uşaqlar qədim Misirdə təhsil ancaq varlı təbəqə üçün əlçatan idi və varlılar ancaq gedib təhsil ala bilərdilər, eləcə də varlıların övladları. Məbəd məktəblərdə uşaqlar tədris keçirilirdi. Məbəd məktəblərdə kahinlər müəllimlik edirdilər. Dini elmləri, dünyəvi elmləri bu ya digər şəkildə qədim Misirin varlı təbəqəsinin övladlarına öyrənirdilər və təhsil əsasən adlı sanlı ailələrin imkanlı övladları tərəfindən mənimsənilirdi. Və eləcə də şagirdlər burada heroqlif yazıları, hesab kitabları bu və ya digər şəkildə qədim Misirə aid təqvimləri öyrənirdilər. Dərsimiz bu qədər. Qədim Misir dövləti ilə bağlı olan test tapşırıqlarını bu və ya digər şəkildə həm Dövlət İmtahan Mərkəzinin testindən, həm də Xəyali Əhmədlinin toplu testindən işləyə bilərsiniz. Uğurlar arzulayıram sizə. Gələn videolarda görüşərik.